Prezident İlham Əliyev 2026-cı il Ümumdünya Ətraf Mühit Günü ilə bağlı müraciət ünvanlayıb. Müraciətdə deyilir: Hörmətli iştirakçılar, hamınızı Ümumdünya Ətraf Mühit Günü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Azərbaycanın regionda ilk dəfə olaraq bu qlobal tədbirə ev sahibliyi etməsi mühüm hadisədir. Bu, Azərbaycanın beynəlxalq səviyyədə ətraf mühitin mühafizəsi ilə bağlı maarifləndirmənin artırılması sayəsində fəal roluna və planetimizi qorumaq naminə kollektiv səylərə verdiyi töhfəsinə yüksək qiymətin göstəricisidir. 21-ci əsrdə ətraf mühitin mühafizəsi beynəlxalq ictimaiyyətin ortaq məsuliyyətidir. İqlim dəyişmələrinin ildən ilə artan dağıdıcı fəsadları, təbii sərvətlərin, o cümlədən su ehtiyatlarının sürətlə tükənməsi, biomüxtəlifliyin azalması, torpaqların degradasiyası, çirklənmə və kəskin istilər bir-biri ilə əlaqəli və təxirəsalınmaz tədbirlər tələb edən proseslərdir. Planetimizin üzləşdiyi ekoloji problemlər təkcə ekosistemlərə deyil, həm də dayanıqlı inkişafa, insan sağlamlığına, həyat şəraitinə və ölkələrin tərəqqisinə ciddi təsir göstərir. Gələcək nəsillərin rifahı bugün bizim bu çağırışların öhdəsindən gəlmək bacarığımızdan asılıdır. Biz Azərbaycanda bu öhdəliyə tam məsuliyyətlə yanaşır və ətraf mühitin mühafizəsi sayəsində geniş miqyaslı layihələr həyata keçiririk. Bugün ölkə ərazisində həm daşqınların, həm də quraqlığın artdığını müşahidə edirik. Su qıtlığı təkcə Azərbaycan üçün deyil, bütün region üçün ciddi narahatlıq doğuran məsələdir. Xəzər dənizinin səviyyəsinin son 200 illik ərzində qeydə alınan tarixi minimum səviyyəyə yaxınlaşması problemin ciddiliyinin bariz göstəricisidir. Təmiz ətraf mühit və yaşıl artım hədəfi 2030-cu ilə qədər Azərbaycanın sosial-iqtisadi inkişafına dair 5 əsas milli prioritetdən biri kimi müəyyən edilmişdi. Bu prioritetə uyğun olaraq yaşıllıqların və meşə sahələrinin artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi və tullantıların idarə olunması məqsədi ilə müasir infrastrukturun yaradılması üçün məqsədyönlü səylər göstərilir. Biomüxtəlifliyin qorunması məqsədi ilə Azərbaycanda xüsusi mühafizə olunan təbiət əraziləri genişləndirilir. Bir çox relikt, həmçinin regional və yerli endemik flora növləri ilə zəngin, nadir meşə massivi olan Hirkan meşələri, Azərbaycanın UNESCO-nun Ümumdünya İrs siyahısına daxil edilmiş ilk təbiət ərazisidir. Əfsuslar olsun ki, təxminən 30 il ərzində işğal altında olan ərazilərimiz ekosidə və urbisdə məruz qalmış və bu da həmin ərazilərdə ekoloji tarazlığın pozulmasına səbəb olmuşdu. Bundan əlavə, işğal olunmuş ərazilərdə bastırılmış çoxsaylı minalar bugün də ciddi ekoloji ziyan vurmaqda davam edir. Ərazilərimizin işğaldan azad edilməsindən dərhal sonra Azərbaycan, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında geniş miqyaslı yenidən qurma və bərpa işlərinə başlamışdı. Ağıllı şəhər və ağıllı kənd konsepsiyalarına uyğun olaraq infrastrukturun yenidən qurulması, yaşıl enerji layihələrinin həyata keçirilməsi və müasir texnologiyaların tətbiqi yerli ekosistemin bərpasına töhfə verəcək. Eyni zamanda yaşıl enerji zonaları elan edilmiş Qarabağ və Şərqi Zəngəzur, günəş, külək və su elektrik resursları da daxil olmaqla geniş bərpa olunan enerji potensialına malikdir. Yaşıl enerjinin inkişaf etdirilməsi Azərbaycanın dövlət siyasətinin prioritetləri sırasındadır. Hörmətli iştirakçılar, təbiətdən ilhamlanaraq, iqlim naminə, gələcəyimiz naminə, qlobal çağırış adı altında keçirilən bu ilki Ümumdünya Ətraf Mühit Günü, iqlim fəaliyyəti və təbiət arasında qarşılıqlı əlaqənin gücləndirilməsinə təcili ehtiyac olduğunu vurğulayır. Bugün, iqlim böhranının sərhəd tanımayan fəsadları beynəlxalq əməkdaşlığın gücləndirilməsini zəruri edir. Azərbaycan COP29-a sədrliyi dövründə iqlim diplomatiyası və çoxtərəfli dialoq üçün mühüm platforma təmin etmiş. İnkişaf etməkdə olan və inkişaf etmiş ölkələr arasında körpü qurmaqla qlobal həmrəyliyi daha da gücləndirmişdi. Azərbaycanın COP mirasını təşkil edən Bakı sıçrayışı tarixi qərarlarla yadda qaldı. COP29-dan bu günədək iqlim liderliyimiz davam etmiş və Azərbaycan Ümumdünya Şəhərsalma Forumunun tarixində ən geniş miqyaslı, sayca 13-cü sessiyasına ev sahibliyi etmişdi. Tədbir, Bakı fəaliyyətə çağırış sənədinin qəbul edilməsi ilə nəticələnmişdi. Sənəddə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə və hər kəs üçün dayanıqlı, əlçatan və iqlimə davamlı mənzil təminatı üçün konkret addımların atılmasına zərurət olduğu vurğulanır. Azərbaycan, gələcək nəsillərə yaşıl və dayanıqlı bir dünya miras qoymaq məqsədi ilə çoxtərəfli əməkdaşlığı bundan sonra da təşviq edərək, qlobal ekoloji gündəliyin irəlilədilməsində fəal rol oynamağa davam edəcək. Tədbirin işinə uğurlar arzulayıram.